Salam uşaqlar. Bugün tərs trigonometrik funksiyalara aid olan tapşırıqların həllərinə baxaq. Birinci suala başlasaq elə. Arctangens -1 üstə gələr arcsinus kökdə 2 bölü 2 çıxaq arccosinus -2də 1. Bilirik ki, arctangens -1 olanda mənfini atdıq qarşıya. Tangens 1-i neçə dərəcədə alır? 45 dərəcədə. Onda yazdıq pi bölü 4. Üstə gələk sinus, arcsinus, yəni kökdə 2 bölü 2 neçə dərəcədə alır? 45 dərəcədə. Üstə gələk pi bölü 4. Arccosinusda mənfi olanda pi'dən çıxmalıyıq. Yəni bu 2də 1-i neçədə alır? Ona görə çıxaq pi, çıxaq kosinus 2də 1-i alır 60 dərəcədə. Pi bölü 3. Burada sadələşdirmə aparsaq, bu pi bölü 4 müsbət, pi bölü 4 mənfi, bunlar getdi. Qalır mənfi pi'dən, yəni 3-də 3-dən 3də 1-i çıxırıq. O da eləyir 3də 2 pi. 3'də 2 pi mənfi 3'də 2 pi. O da A variantı. Keçək indi ikinci suala. İkinci sualda da baxırıq. Arccosinus mənfi kökdə 3 bölü 2. Kosinus da mənfi olanda pi'dən çıxırıq. Kökdə 3 bölü 2'nin kosinus neçədə alır? 30 dərəcədə. 30 dərəcəni də yazdıq pi bölü 6. Üstə gələk. Arcsinus 2də 1. Sinus 2də 1'i alır 30 dərəcədə. Pi bölü 6. Burada arctangens. Tangesdə mənfi olanda mənfi yenə atırıq qabağa. Kökdə 3'ü neçə dərəcədə alır? 60 dərəcədə. Pi bölünsün 3. Sadələşdirmə aparsaq, pi bölü 6 müsbət, pi bölü 6 mənfi. Pi'dən də pi bölü 3'ü çıxırıq. O da eləyir 3'də 2 pi. 3'də 2 pi C variantı. Üçüncü suala baxsaq indi. Üçüncü sualda da 2 arccosinus mənfi 1'i. Mənfi 1'i alır. Bu demək 180 dərəcədə. Yazırıq burada pi. Çıxaq 3'də 1. Kosinus kökdə 2 bölü 2'ni 45'də alır. Pi bölək 4. Üstə gələk. 2 vuraq. Arccosinus 0'ı. Kosinus 0'ı demək alır 90 dərəcədə. Pi bölü 2'də. Bərabərdir. Sadələşdirmə aparsaq. 2'lər ixtisarı getdi. Qaldı burada pi. Onda demək 2 pi'nin üstünə pi gəlirik. Eləyir 3 pi. Çıxaq 12'də pi. Bunu da ortaq məxrəcə gətirib sadələşdirirsək. Eləyəsi də onda 12'də 36 pi'dən çıxırıq pi'ni. O da eləyir 12'də 35 pi. 12'də 35 pi, o da B variantı. Keçək indi dördüncü sualda. Dördüncü sual üçün fikir versək 2'yə arctangens kökdə 3 bölü 5, üstə gəlir arccotangens kökdə 3 bölü 5 ifadəsinin qiymətini tapaq. Demək, belə bir qaydamız var ki, arcsinus A üstə gələk arccosinus A bərabərdir pi bölü 2'dir. Eyni zamanda bunu arctangens A üstə gələk arccotangens A, bu da pi bölü 2'ye bərabərdir. Demək, onda biz görürük ki, arctangens kökdə 3 bölü 5, üstə gəl arccotangens kökdə 3 bölü 5. İkisi de eyni olduğuna göre bu düsturumuza göre pi bölü 2'ye bərabərdir. Demək, onda biz 2'ni vurmalıyıq pi bölü 2'ye. 2'lər də ixtisar gedəndən sonra qalır pi. O da A variantı. Dördüncü sualda. İndi 5-ci suala baxsaq. 5-ci sualda eyni bunun kimi de arcsinus 3'də 1, üstə gəl arccosinus 3'də 1 verir bizə pi bölü 2'ni. 4 vuraq pi bölü 2. O da eləyir 2 pi. 2 pi de variant olarak D variantı. 5-ci sualda 5-ci suala baxsaq, 5-ci suala baxsaq. Arcsinus mənfi kökdə 3 bölü 2. Demək ki, sinusda mənfi olanda mənfini atdıq qabağa tərs trigonometrik funksiyasında. Sinus kökdə 3 bölü 2 neçə dərəcədə alırdı? 60 dərəcə. Pi bölünsün 3. Kosinusda mənfi olanda pi'dən çıxırıq. Burada da arccosinus kökdə 2 bölü 2'dir. Bu kökdə 2 bölü 2'ni 45'də aldığına göre pi'dən çıxdıq. Pi bölü 4'ü. Üstə gələk. Kökdə 3 bölü 3'ü tangens alır 30 dərəcə. Pi bölək 6. Sadələşdirmə aparsaq. Mənfi pi bölək 3. Yazaq bunu. O da mənfi pi bölək 3. Pi'dən pi bölək 4'ü çıxanda qaldı 4'də 3 pi. Üstə gələk pi bölək 6. Bunları biz ortaq məxrəcə gətirsək. Ortaq məxrəc 3'ə 4'ə 6'ya 12. 12'ni 3'ə böldük mənfi 4 pi. 12'ni 4'ə böldük 3. 3'ü 3'ə vurduq 9 pi. 12'ni də 6'ya böldük 2 pi.
Sadələşdirmə aparsaq 11 pi'dən 4 pi'ni çıxsaq qalası da 12'də 7 pi. 12'də 7 pi'də 6 nömrəli tapşırıqda 12'də 7 pi. Hə, o da D variantı. Keçdi indi 7-ci suala. 7-ci sualda baxaq biraz belə çəkək, daha aydın görsənsin. Baxırıq ki, demək 7-ci sualda arc kosinus kökdə 3 bölü 2'dir. Kosinus kökdə 3 bölü 2'ni neçə dərəcədə alırdı? 30 dərəcədə. Pi bölünsün 6. Arc sinus da mənfi olanda mənfini atdıq qabağa, mənfi müsbət elədi. Sinus 2'də 1'i neçədə alırdı? Bu da 30 dərəcədə. 30 dərəcəndə pi bölü 6 yazdıq. Tangens də mənfi olanda mənfini atdıq qabağa, kökdə 3'ü alır 60 dərəcədə. Pi bölü 3. Arc kotangens də mənfi olanda pi'dən çıxırıq. Pi çıxaq. Kotangens 1'i alır 45'də. Pi bölü 4. Sadələşdirmə yaparsaq pi bölü 6 üstə pi bölü 6 gəlir. Yəni 30 60 eləyir. Bu da 60. Bunların ikisinin cəmi 60 verir. Bu 60'dan getdi. Qaldı bizdə pi'dən 4'də 1'i çıxırıq. O da 4'də 3 mənfi 4'də 3 pi. Mənfi 4'də 3 pi. O da B variantı 7-ci sualda. Keçdik 8-ci sualda. 8 deyəndə bunun kimidir. Arc sinus da mənfi olanda mənfini atdıq qabağa. Sinus 2'də 1'i alır 30 dərəcədə pi bölü 6. Kosinus da mənfi olanda pi'dən çıxırıq. Kökdə 2 bölü 2'ni 45'də alır pi bölü 4. Üstə gələk. Arc tangens də mənfi olanda mənfini atdıq qabağa. Tangens 1'i neçədə alır? 45'də. Pi bölü 4. Arc tangens yenə mənfi kökdə 3. Ona görə mənfini atdıq. Kökdə 3'ü də alır 60'da. Pi bölü 3. Sadələşdirmə aparaq. İndi bunları sadələşdirsək, ortaq məxrəcə gətirək. 6, 4, 4. Elə belə eləyək də. Bu mənfi pi bölü 6. Bunu yazdıq. Pi bölü 4'ün üstü pi bölü 4'ü gəlsək, bu ikisi də mənfidir də. O eləyəsi deyib 2 pi bölü 4. O da 2'yi ixtisar aparsaq, pi bölü 2 qalasıdır. Çıxaq. Bunu da ortaq məxrəcə 6 ilə gətirsək, 6'da 2 pi eləyəsidir. Buradan da pi'dən pi bölü 2'ni çıxsaq. Aha, bu da mənfidir, bu da mənfidir. Bu da eləyir onda 6'da 3 pi mənfisi ilə bundan bunu sadələşdik. Pi'dən də pi bölü 2'ni çıxanda o da qalır üstə gələk pi bölü 2. O da mənfi pi bölü 2 üstə gələk pi bölü 2 alırıq. O da artıq 0. Bu da bizə 0 verir. Cavab eləyir 0. Demək ki 8-ci sualda. O da B variantı. Keçək indi 9-cu suala. 9-cu sualda arc sinus x elə arc sinus x demək arc sinus x elə x-in özünə bərabərdir. Bunu necə başa düşə bilərik? Arc sinus 30 dərəcə. Sinus 30 dərəcədə nəyə bərabərdir? 2'də 1'ə. Arc sinus 2'də 1'i nədə alır? 30 dərəcədə. Baxdıq, demək elə arc sinus 30 elə sinusa 30 dərəcəyə bərabərdir. İndi bizdə buradakı misalda dərəcəsi bunun böyükdür. Arc sinus 5'də 92'dir. 92'ni 5'ə bölürük. 92'nin içində 5, 18 tam 5'də 2 pi eləyər. İndi burada 1 tam dövrümüz 2 pi'dir. Burada da 18'i de 2 pi'ye böləndə artıq çıxır 9 pi. Bunu demək 9 dövrünü atsaq, qalır onda arc sinus, yəni tam 9 dövrünü atanda qalır 5'də 2 pi. Bu da bu qaydaya əsasən elə 5'də 2 pi'nin özünə bərabərdir. Keçək indi o da 5'də 2 pi, 5'də 2 pi də variant olaraq Y variantında. Keçək indi 10-cu suala. 10-cu suala baxsaq. 10-cu sualda da belədir. Arc kosinus 9'da 37. Bu elə 9'da 37 pi'yə bərabərdir. Sadəcə burada sadələşdirməliyik. 9'da 37 pi. Biz bu 37'ni 9'a bölək, tam ayıraq. 37'nin içində 9 neçə dəfə olar? 4 tam 9'da 36 qalıq da 1 eləyir də 1 pi.
Bunun da 2 tam dövrünü atsaq, yəni 4pi 2 tam dövrdür. Qalır onda 9'da 1 pi. 9'da 1 pi də, yəni pi bölək 9, o da A variantı. Keçdik indi 11-ci suala. 11-ci sualda baxsaq, 11-ci suala. Baxırıq burada. Arcsinus kökdə 3 bölək 2 neçə dərəcədə alır? Yəni sinus kökdə 3 bölək 2-ni alır neçə dərəcədə? 60 dərəcədə. Yazırıq onda kosinus 60 dərəcə. Arccosinus üstə gələ kosinus. Arccosinusda mənfi olanda nə edirdik? Pi'dən çıxırdıq. Bu mənfi 2'də 1'i neçədə? 2'də 1'i neçədə alırdı? Pi bölək 3'də. Yəni 60 dərəcə. Üstə gələk pi bölək 3'ü var idi misalda. Onu da yazdıq. Pi bölək 3'lər islah oldu. Qaldı kosinus 60 dərəcədə alır 2'də 1. Kosinus pi qaldı. Kosinus pi'də, yəni 180 dərəcədə nəyə bərabərdir? 2'də 1 çıxaq 1. O da eləyir mənfi 2'də 1. Mənfi 0.5. O da eləyir C variantı 11'də. 12-ci suala baxsaq. 12-ci sualda bunun kimidir. Yəni yazaq sinus. Arccosinus kökdə 3 bölək 2'ni alır demək 30 dərəcədə. 30 dərəcə yazdıq. Sinus 30 dərəcədə. Kosinus da yenə mənfidir. Mənfi olanda arklarda pi'dən çıxırıq. 2'də 1 alır pi bölək 3'də. Üstə gələk pi bölək 3'ü var. Onu da yazdıq. Burada sadələşdirmə yaparsaq pi bölək 3'lər getdi. Sinus 30 dərəcədə alır 2'də 1. Kosinus 180'də mənfi 1 alır. Burada qabağında da mənfi var da mötərizənin qarşısında. Ona görə 1 üstə gələk 2'də 1. O da 1.5. 1 tam 2'də 1 alırıq 12'ci. O da A variantı. 13-cü suala baxsaq, 13-cü sualda nə istəyir bizdən? Y bərabərdir sinus arc kotangens x funksiyasının qiymətlər çoxluğunu tapın. Bilirik ki, kotangens nəyə nisbətlidir? Kotangens x kosinus x-in sinus x-a. Demək bunu biz sinusun, yəni məxrəc 0 ola bilməz də. Ona görə 0 ola bilmədiyinə görə də bu 0-1 aralığında təyin olunur bu. 1 ama daxil olmaqla. Sinus arc kotangens x deyir də. Onda bunun qiymətlər çoxluğu bunun tərsi idi də. Ona görə 0-1 olar. Yəni Y variantı. 14-cü sualda baxsaq, arccosinus x-dir. Arccosinus, kosinus da cüt funksiyadır. İstənilən ədəd verə bilərik. Bayaqkında kotangens idi, məxrəc 0 ola bilməz. Amma burada istənilən ədəd verə bilərik. Bunun qiymətlər çoxluğu kosinusun özünə qalanda mənfi 1, 1'dir. Bu arccosinus olduğuna görə yalnız müsbət halını götürə bilərik. O da 0 da daxil olmaqla 1. Y variantı. 14'də də cavab eləyir Y variantı. 15-ci suala baxsaq. 15-ci sualda sinus 2'də 3 pi üstə gələ arccosinus 3'də 2. Demək sinus 2'də 3 pi üstə gələk arccosinus 3'də 2. Üstə gələk kosinus pi bölək 2 çıxaq arcsinus 7'də 3. İndi buna baxaq. Burada baxsaq sinusu görürük. Bir də 2'də 3 pi. 2'də 3 pi 270. Sinus 270'də çevirmə düsturudur. Bu da hər hansı bir alfa bucağıdır da. Sinus 270'də özünün oxşarına çevrilirdi. Yəni kosinus alfanın da yerində bizdə arccosinus 3'də 2 durur. İndi mənfidir, müsbətinə baxaq. 270'in üstünə alfa gəlsək, düşür artıq 4-cü rübdə. 4-cü rübdə də sinusun işarəsi olur mənfi. Qarşısına bunu bir dənə mənfi ataq. Sonra kosinus 90'da çevrilir sinusa. Yazdıq sinus arcsinus 7'də 3. Bunu da mötərizə yazaq bu şəkildə. Burada işarəsinə baxsaq, 90 çıxaq alfa 1-ci rübdədir. Kosinus da 1-ci rübdə müsbətdir. Ona görə üstə gələk yazdıq. İndi kosinus arccosinus 3'də 2 ilə 3'də 2'yə bərabərdir. Ona görə mənfi 3'də 2. Sinus arcsinus 7'də 3. O da 7'də 3'ə bərabərdir. 7'də 3. Bunları ortaq məxrəcə gətirsək, ortaq məxrəc 21. 21'i 3'ə böldük. 7, 2, mənfi 14. 21'i 7'yə böldük. 3, 3, 9. O da eləyir mənfi 21'də 5. O da A variantı. 16-cı suala baxaq. 16-cı suala baxaq. 16-cı sualda burada. 16-cı sualda kosinus arc
Tangens mənfi 2. Bunu biz nə edə bilərik işləmək üçün? Cədvəl üzrə tangensin mənfi 2 qiyməti yoxdur. Ona görə nə edək? Bir dənə yaxşı olar ki, burada düzbucaqlı üçbucaq çəkək. Arc tangens mənfi 2-yə biz bir t deyək. Onda tangens t 2'ye bərabərdir. Yəni üçbucaq olduğuna görə mənfisini nəzərə almırıq. Tangens t 2'ye bərabərdir. Tangens buranı bir t bucaq adlandıraq. Nəyə nisbətidir? Düzbucaqlı üçbucaqda. Qarşıdakı katetin bitişik katete. 2'nin 1'e. Onda betonumuz da Pifagora görə yazarıq ki, kök altında 2'nin kvadratı üstə gəlib 1'in kvadratı, yəni kökdə 5 verir. Onda kökdə 5 verirsə biz bunun kosinusunu tapmalıyıq. Kosinus da bu bir alf t ilə işarələdik də artıq biz bunu. Bunu t ilə işarələdiksə kosinus t-ni tapmalıyıq. Kosinus da bitişik katetin hipotenuza, yəni 1'in kökdə 5'e nisbəti verir bizə bunu. O da eləyir 16'da C variantı. Deyək ki, niyə mənfi olmadı? Kosinus axı cüt funksiyadır. Qabağa mənfi çıxmır. Ona görə də bu şəkildə qalır. İndi 17-ci suala baxaq. 17-ci sualda 17-ci sualda y bərabərdir 2 üstə gələk 10 bölünsün pi arc sinus 4x çıxaq 1. Funksiyanın qiymətlər çoxluğunu istəyir. Bizdən bu funksiyanın qiymətlər çoxluğunu istəyirsə biz buna baxmalıyıq. Arc sinus 4x çıxaq 1'in qiymətlər çoxluğu. Yəni arc sinus mənfi 1 aralığında qiymətlər alır. Bu mənfi 1'i neçə dərəcədə alır sinus? Mənfi 90'da, yəni mənfi 270'də deyirik, mənfi 90'da deyirik. 1'i də alır 90'da. Bu aralıqda qiymətlər çoxluğudur. Ona görə birinci nə edirik? Y bərabərdir 2 üstə gələk 10 bölünsün pi'ni vurmalıyıq. Ən kiçik qiyməti mənfi pi bölü 2'də. Yəni mənfi 1'i bu dərəcədə alır. Sadələşdirmə yaparsaq pi'lər getdi. 2 çıxaq 5 eləyir. O da mənfi 3. Digər qiymətini tapırıq. 2 üstə gələk 10 bölünsün pi'ni vurmalıyıq pi bölü 2'yə. O da pi'lər getdi. 2 üstə gələk 5. O da 7. Demək onda bunun qiymətlər çoxluğu oldu mənfi 3'ün 7'yə. Bu qaydada. O mənfi 3'ün 7'yə, o da A variantı. Keçdiyində 18-ci suala. 18-ci sualda eyni bunun kimi testi. Demək onda y bərabərdir 8 bölünsün pi'ni vurmalıyıq nəyə? Kosinus qiymətlər çoxluğu arc kosinusun mənfi 1 1'dir. Kosinus mənfi 1'i pi'də aldığına görə vuraq pi. Çıxaq 5'i var idi, onu da yazdıq. Pi'lər getdi. 8'dən də 5 çıxdıq 3. Y bərabərdir 8 bölünsün pi. Sinus müsbət 1'i neçədə alır? 0'da alır. Vuraq 0, çıxaq 5. O da eləyir mənfi 5. Demək bunun qiymətlər çoxluğu mənfi 5'in 3'ə. Mənfi 5'in 3'ə, o da D variantı. Demək 19-cu suala baxsaq, fx bərabərdir arc kosinus ln kök altında x plus 4. Bizdən nə istəyir? Funksiyanın təyin oblastını istəyir. Təyin oblastını istəyirsə, burada arc kosinus qiymətlər alır demək mənfi 1 1 aralığında. Ona görə bunu belə götürək. ln kök altında x plus 4 böyükdür bərabərdir mənfi 1'dən, kiçik bərabərdir 1'dən. Biz bu hissəsini, funksiya hissəsini, bunun əsası y'dir də, bilirik ki, ln y əsasdan kök altında x plus 4'dür. Mən bunu kvadrata yüksəldirəm. Loqaritmaya əsasən, o da eləyir ln y kvadratı x plus 4. Bunu da götürürük ki, ln y kvadratı x plus 4 böyük bərabər olmalıdır mənfi 1'dən. Buradan da loqaritmaya əsasən yazırıq ki, x plus 4 böyükdür bərabərdir y kvadratı üstü mənfi 1'dən. Yəni bu da verir ki, x plus 4 böyük bərabərdir y üstü mənfi 2'dən. Buradan da x da böyükdür bərabərdir 1 bölək y kvadratı çıxaq 4'dən. Bunu qoyduq kənara. Bir də indi bunun 1'dən kiçik olduğu hala baxırıq. Ona görə x plus 4 ln y kvadratı əsasdan x plus 4 kiçikdir bərabərdir 1'dən yazırıq. Buradan da x plus 4 kiçik bərabərdir y kvadratından. X da kiçik bərabərdir y kvadratı çıxaq 4'dən. 1 bölək y kvadratı, yəni y'nin qiyməti təqribi 2 tam
72 idi də. Onun kvadratından 4'ü çıxsaq, y 2/72'nin kvadratından 4 çıxsaq, bu daha böyük olur. Ona görə ədəd oxunda çəksək, bu 1/y kvadratı çıxaq 4-dürsə, bu y kvadratı çıxaq 4. Aldıq ki, bundan böyük olmalıdır. Gedir onda bu müsbətə doğru. Bundan da aldıq ki, kiçik olmalıdır. Bu da gedir mənfiyə doğru. İkisinin kəsişməsi onda olur. 1/y kvadratı çıxaq 4. Bir də y kvadratı çıxaq 4. O da variant olaraq B variantı. 20 nömrəliyə baxsaq, arc sinus A üstə gələk arc kosinus A üstə gələk arc tangens A ifadəsinin ən kiçik qiymətini tapın. Baxsaq biz bayaq bir də qayda demişik. Arc sinus A üstə gələ arc kosinus A nəyə bərabər idi? Pi/2'ye. Burada da ən kiçik dediyinə görə buranın biz ən böyüyünü götürək. Burada arc kotangesi yoxdur deyənə pi/2'nin yarısını, yəni 90'ın yarısını götürməliyik. O da 45 dərəcə. Pi/4. Bunu da kiçik dediyinə görə bundan çıxmalıyıq. O da eləyir pi/4, yəni Y variantı. Keçsək 21-ci sual. 2 arc kosinus kökdə 2/2 neçə dərəcədə alır? 45 dərəcə. Demək onda tangens 45 dərəcə yazırıq. Kosinus 2 arc tangens 1. Aha, buna nə yazaq biz indi yerinə? Bunu belə eləyək. Kosinus 2 arc tangens 1. Belə eləyək. Bu arc tangens 1'ə bir t yazaq. Onda bu olur kosinus 2t. Kosinus 2t. Arctangens 1 t'ye beraberdirsə, arctangens 1 t'ye beraberdirsə, onda tangens t 1'ə bərabərdir. Tangens də 1'i neçə dərəcədə alır? 45 dərəcədə. Demək onda burada t 45 dərəcədədir. Demək onda gətirib yazarıq ki, buranı axı biz ifadə elədik. Bu da oldu. Tapdıq ki 45 dərəcədir. Bunda kosinus 2t yazaq. Oradan da olur ki tangens 45'te 1 alır. 2 vuraq 1. Kosinus üstə gələk kosinus 2 vuraq 45. Yəni 90 dərəcə. Kosinus 90 dərəcədə nəyə bərabərdir? 0'a. Bu da cavab eləyir. 2 üstə gələk 0, yəni 2. Keçdik indi 22-ci suala. 22-ci suala baxsaq, yenə sadələşdirdik. Ona görə 22-ci sualda 3 bölünsün pi. Vuraq arc kosinusda mənfi olanda pi'dən çıxırıq. Pi çıxaq. Bu da kökdə 3/2'ni 30 dərəcədə alır. Pi bölünsün 6. Üstə gələk. Sinus kökdə 3/2'ni alır 60 dərəcədə. Pi/3. Üstə gələk. Tangens 1/kökdə 3'ü alır 30 dərəcədə. Pi/6. Burada pi/6 mənfi, bu müsbət getdi. O da aldıq ki 3 bölünsün pi vuraq. Pi'nin üstünə də pi/3'ü gələndə eləyəsidir 3'də 4 pi. Pi'lər də getsə, burada 3'lər də getsə cavab qalır 4. 23-cü sualda eyni bunun kimidir. İndi 24-cü suala baxaq. 24-cü sualda belə bir qaydamız var ki tangens arc tangens A elə A'nın özünə bərabər. Bu suala baxsaq tangens arc tangens 31 elə 31'dir. Sinus arc kosinus 0,2 elə 0,2'dir. Kotangens arc kotangens 29 elə 29'un özünə bərabər. Bu da bunları hesablasaq 31 29 60 60'ın üstünə 0,2 gəlsək 60 tam onda 2. 25-ci sualda eyni bunun kimidir. Kotangens arc kotangens 42 bizə 42'ni verir. Kosinus arc kosinus 0,4'ü verir. Tangens arc tangens de 28'i verir. Bu da topladıq 70 tam onda 4. 26-cı suala baxaq. 26-cı sualda fx bərabərdir 3 arc sinus x çıxaq 3 bölünsün 2 üstə gələk 4 arc tangens kök altında x çıxaq 3. Bizə nə istəyir? Funksiyanın təyin oblasti AB aralığında olarsa AB hasilini tapın. Demək biz bunun təyin oblastını tapıb olanda hasilini tapmalıyıq.
İndi biz neyik? Sinus. Burada əmsala baxmırıq təyin oblastında. Yəni buraya veriləsi qiymətlərə baxırıq. Arksinusun da təyin oblastı, arksinusun təyin oblastı -1, -1 olmalıdır da. Ona görə belə edirik. X çıxaq 3 böl 2 böyükdür bərabərdir -1-dən, kiçik bərabərdir 1 yazıb bunu işləməliyik. Tangens üçün də yenə bu əmsala baxmırıq. Təyin oblastı. Kök altı ifadə həmişə müsbət olmalıdır. Ona görə kök altında x minus 3 böyükdür bərabərdir 0-dan yazmalıyıq. Bu bərabərsizliyi həll edib kəsişdirməliyik. Hər tərəfi 2-yə vursaq, -2 kiçik bərabərdir x minus 3-dən, o da kiçik bərabərdir 2-dən. Hər tərəfə 3 əlavə eləsək, o da 1 kiçik bərabərdir x-dan, o da kiçik bərabərdir 5-dən. Aldıq bunu bu şəkildə. Bir də buna baxsaq, kvadrata yüksəltdik x minus 3 böyük bərabər 0-dan, x da böyük bərabərdir 3-dən. Aldıq belə. İndi bununla bunu kəsişdirəsi olsaq, bu 3-dən böyük bərabər. Bu da 1 ilə 5 aralığında. Ona görə 3 bunların 3-dən böyük bərabər. Hə, x böyük bərabərdir 3-dən, kiçik bərabərdir 5-dən. 3, 5 aralığı düşür. Bura daxil olan ən kiçik ədədimiz 3-dür. AB hasilini axtarırıq. Ən böyüyü də 5-dir. 3-ü 5-ə vururuq. Hasil 15. Keçək indi 27-ci suala. 27-ci suala baxsaq, kotangens 27-ci suala baxsaq. Kotangens 2-də 1 arc sinus 13-də 5 üstə gələk 2-də 1 arc sinus 13-də 12. Biz bunu nə edə bilərik? Buradan 2-də 1-i çıxardaq. 2-də 1-i çıxartdıq mötərizənin xaricinə. Qaldı arc sinus 13-də 5 üstə gələk arc sinus 13-də 12. Bilirik. Arc sinus 13-də 5-ə, arc sinus 13-də 5-ə bir t yazaq. Onda sinus t 13-də 5 eləyər. Arc sinus 13'də 12'ye 1 x yazaq. Onda sinus x 13'də 12 olar. İndi biz bunu yazdıq bu şəkildə ki, kotangens 2'də 1 t üstə gələk x aldıq da bu şəkildə. 2'də 1 t üstə gələk x aldıq. Belirli. Ondan sonra bunu belə bir şey almarıq. Ona görə düzbucaqlı üçbucaq çəksək, sinus nəyin nisbət idi? Qarşıdakı katetin hipotenuza. 13'in kvadratından da 5'in kvadratından çıxsaq, bura 12 eləyəsidir. Bu bizim t bucağımız. Onu da belirləyək. Buradan kosinusunu tapsaq, kosinus t də biçin qarşıdakına, yəni 12'nin 13'ə. T bucağının kosinusu. Bu şekilde yazdık. Bunun da onda arc kosinus t'de arc kosinus olur onda 13'də 12. Bu əvəzləməni gətirib burada yuxarıda yerinə yazsaq elə biləm daha yaxşı olar. Ona görə geriyə dönüş edib buradan ardını belə yazaq. Kotangens 2'də 1 arc kosinus 13'də 12 üstə gələk, burasının olduğu kimi saxladıq. Arc sinus 13'də 12. Arc kosinus a üstə gələk. Arc sinus a da bizə verirdi pi bölək 2'ni. Ona görə belə yazdıq. Kotangens 2'də 1 pi bölək 2. O da elədi. Kotangens 45 dərəcə. Kotangens 45'də də alır 1. Cavab olur 1. 27-ci sualda. 28 29 artıq buradan sonra uyğunluqlardır. Uyğunluqları uyğunlaşdırmaq asandır deyək. Sinusun təyin oblastı x-a, yəni verə biləcəyimiz qiymətlər təyin oblastı x-a istənilən ədəd vermək olur da. Arc kosinusun da yenə elə baxıb fikirləşib bunları yəni yazmaq olur. Uyğunluqları 32 dənə test idi. Sağ olun. İnşallah növbəti dərslərdə. Uğurlar hər birinizə.